Bu yaxınlarda yəqin xəbəriniz oldu. Mərkəzi Seçki Komissiyasının sədri hörmətli Məzahir Pənahovun oğlunun xaricdə milyonluq villası çıxıb. İndi orada ailə münaqişəsi ilə bağlı başqa bir detallar da var. Onunla bağlı mən danışmaq istəmirəm. Məni maraqlandıran Mərkəzi Seçki Komissiyasının oğlunun milyonluq villasının olmasıdır. Yəni bildiyim qədərilə Mərkəzi Seçki Komissiyasının sədrinin rəsmi əmək haqqısı 2000-3000 civarındadır. Lap olsun 5000. Mən 5000 rəqəmini nəyə görə deyirəm? Bu yaxınlarda deputat Səyyid Aran o da vurğulayıb ki, mən deputat olaraq mənim maaşım 5000 manatdır. Amma mən 5000 manat maaşım olmağına baxmayaraq özümə heç bir maşın belə ala bilmirəm, avtomobil belə ala bilmirəm. İndi burada bir maraqlı detal üzə çıxır. Bəs necə ola bilər? Deputat Səyyid Aran 5000 əmək haqqı ilə avtomobil belə özünə ola bilmir. Amma Məzahir Pənahov həmən əmək haqqı ilə oğluna milyonluq villa alır. Demək ki, burada hörmətli Məzahir müəllimin demək ki, gəliri yalnız maaşla sınırlanmır, məhdudlaşmır. Bəs yaxşı, bu qədər məbləğ Məzahir müəllimdə hardandır? Sual ortaya çıxır və ümid edirəm ki, bu sualın da cavabını aidiyyatı qurumlar araşdıracaq. Çünki məndə artıq böyük bir şübhələr var ki, hörmətli Məzahir müəllim son parlament seçkilərində bəzi deputatlarla işbirliyinə girib və həmən işbirliyi nəticəsində bəzi deputatlar rüşvət verib Məzahir müəllimə və Məzahir müəllim korrupsiyaya bulaşıb və bunun nəticəsində də müəyyən bəzi dairələrdə saxtakarlıqlar edərək həmən deputatları parlamentə buraxıb. Yəni son parlament seçkilərində kifayət qədər qayda pozuntuları, kifayət qədər saxtakarlıq faktları kameralara yaxalanmışdı və bununla bağlı geniş müzakirə olunmuşdu. Yəni bütün bunlar böyük bir insanların ağlında, beynində şübhəyə yol açır. Yəni mən iddia eləmirəm sırf məhz belə olub, amma bu məsələnin də araşdırılması, Məzahir müəllimin oğlunun milyonluq villalarının necə əldə olunması, o pulun qaynağının da araşdırılmasını hesab edirəm ki, yəqin ki, ümid edirəm ki, aidiyyatı qurumlar araşdıracaq və ictimaiyyətə də bu haqda məlumat verəcək.